Salam əzizlərim, videoma xoş gəldiniz. Bugün yeni bir vlogla qarşınızdayım. Gəlin birlikdə əvvəlcə universitetə hazırlaşaq. Bu arada bugün elədiyim makyajı çox adam bəyəndi. İstəsə siz də tutorial kimi istifadə edə bilərsiniz. Və bu makyajda əsas vurğulayan nöqtələr blush və highlighterim oldu. Zaten videonun davamında görəcəksiniz. İlk dəfə blush'ı biraz çox vurdum, yəni ənliyi və üstündən də highlighter keçdim deyə daha parlaq bir görüntü əldə elədim. Düzü kamerada bu o qədər də bilinmir, amma həmin gün makyajımı story'e qoymuşdum Instagramda və görənlər bilir. Həmçinin Instagram adresimi və TikTokumu da takip eləyə bilərsiniz. Əgər məni daha çox görmək istəyirsinizsə, bu arada pudradan istifadə eləyirəm ki, makyajım biraz da olsa sabitlənsin. Çünki mən sabitlənmə spreyindən istifadə eləmirəm. Deyirlər cildi qurudur. Mənim də dərim biraz quru olduğu üçün məncə heç gərək yoxdur. Lineri necə çəkdiyimi göstərmirəm, çünki kameranın qabağında çəksəm alınmır bir türlü. Lip kombomda da bir-birinə bənzər rənglərdən karandaş, pomada və glossdan istifadə eləyirəm. Bu arada bir şey deyəcəm, bu pomada Jev, yəni Ju deyə oxunan markadandır. Sadəcə olaraq oxunuşu mənə qəribə olduğu üçün mən elə Azərbaycan dilində Jev deyə oxuyuram bu markanın adını. Və bu glossu vururam daha sonra. Çox əla gloss çıxdı bu da, bunu Olivia'dan almışdım. Son olaraq da highlighter ilə üzümü parıldadıram. Burnumun ucuna, burnumun yuxarısına və yanaqlarıma tətbiq edirəm. Gözlərimin içinə də həmin bu ağ highlighteri vururam və məncə şirin bir görüntü ortaya çıxır. Doğrudan da parıltı hər şeydir. Bədən spreyimi və sonra ətrimi vuracam. Bu bədən spreyi çox əladır. Luminous markasınındır. Və anama aldığım ətri özümdə işlədirəm. Ümumiyyətlə, mənim anamla əşyalarım həmişə ortaqdır. Paltar olsun, əşya olsun, sırğa, üzük, hər şeyi birlikdə işlədirik. Məni bilirsiniz ki, mən sep taxa bilmirəm. Çox nadirən taxıram, çünki boğulurmuş kimi hiss eləyirəm. Ona görə də sırğa və saat taxıram. Heç saat taxan biri də deyiləm. Sadəcə kombinimə uyduğunu düşündüm və məncə saat çox qəşəng və klassik bir aksesuardır. Və nəhayət universitetə yollanırıq. Gəlin birlikdə, gedək artıq. Görünüşümü məncə yaxından da bir görməlisiniz. Ümid eləyirəm bəyəndiniz. Saat artıq 8-ə qalır. Mən gecikirəm. Anam bilsə ki, mən bu soyuqda belə nazik geyinmişəm. Heç yaxşı olmayacaq. Yəqin ki, yemək almağa da vaxtım olmayacaq. Nəysə, bugün vlogumuz uzun olacaq. Hər birinizi bir daha öz səsimdən salamlayıram əzizlərim. Bölüşdürülmə nəzarət və tənzimləyici funksiyalardır. Bölüşdürülmə deyir ki, yəni burada biz bölüşdürmənin özünü 4 mərhələyə bölürük. Milli gəlirin bölüşdürülməsi, daha sonra münasibətlərin fərqlərinin, fondların bölüşdürülməsi ilə bağlı pul vəsaitləri illik bölüşdürülmə və aylıq bölüşdürülməyə aid edilir. Milli gəlirin bölüşdürülməsi dedikdə burada həm milli dəyər, həm də əlavə dəyər. Maliyyə müəllimimiz bizi tam 25 dəqiqə tez buraxdı. Yəni o biri müəllimlərdən sonra belə insanlar görəndə biz çox sevinirik. Yəni Allah ondan razı olsun. 2 il sonra maliyyə müəllimimiz hər kəs də 10 yazdı. Allah belə müəllimlərimizin canını sağ eləsin. Bu bir dua videosudur. Bu arada 8000 abunə olduğumuz üçün çox xoşbəxtəm. Sizə də təşəkkürlərimi bildirirəm. İzləməkdə qalın məni. İndi gedirik o birisi mühazirəyə, siz də aparıram. Mənə qoyub gedib hər kəs, bütün dostlarım otağa gedir. Mən orada elə video çəkirdim deyə. Hamı yazıb hardasan Zəhra? Hamı deyəndə bir dənə Nəzrin yazıb. Nəysə. Nəzrin heç yerdə xaçapuri tapmadığımız üçün indi biz Araz marketə gedirik. Nəzrin xaçapuri sevdasını artıq mən bezdim. Gedirik Araz marketə. Nasıl video çəksin? Bu nədir bəs? Dedim, story-lə. Onu çəkərik qaydanda biraz ışıq olsun. Makyajım bugün olay. Çox bəyəndim. Bunun səbəbi də Rumianadır. Nəzrin yenə məni işlədir. Ən yaxşısını görürəm. Çox sağ ol. Bu arada əzizlərim, bugün fakültə olaraq teatra gedirik. İblis və... Bir dəqiqə, bunun adı ilə İblis idi axı, niyə İblis və yazılıb? Və siz də aparıram. Bizə endirimlə 25 manatdan 10 manata salıb veriblər. Fakültə olaraq gedirik. Çox həyəcanlıyam, çünki ən sevdiyim dram əsəri mənim İblis idi. Nazir əla
açıdır bu arada. Görürsünüz telefonla oynayır dərsdə. Sizi bugün Fisu ilə tanışdırmaq istəyirəm. Bu kimdir? Fidan və Aysun. Mənim əziz qrup yoldaşlarım, arkadaşlarım Fidan və Aysunun adının ilk iki hərfi Fidan, Aysu, Fisu. Bu bizimlə 3 ildir oxuyur. Hal-hazırda yəni hüquq bakalavr üzrə məzun olacaq inşallah gələn il. Biz magistratuda oxuyuruq. Hə, sən nə oxuyursan? Bizimkilər də heç vaxt dinc durmur, təbii ki, dərs oxuyurlar. Gördüyünüz kimi. Hansı kitabda az nə gündə lan? Çox təriflədim. Səndə də rus dilidir. Bu kitabdan məndə də var. Amma üstü belə deyil, narıncıdır. İndi bizi müəllim yenə tez buraxdı. Bu arada müəllimlər hamısı bayramımızı təbrik edir. Novruz bayramı gəlir də qabaqdan. Yaxşı ki dedim, yəni bilmirdiniz. Və hamısı 5-10 dəqiqə tez buraxır. Çox qəribə gəlir mənə. Yoxsa normalda həmişə zəngdən sonra da saxlayırlar. Qarib. Əzizlərim, evə gəldim. İndi yemək yeyəcəm. Nəsə baş ağrısı tutdu yolda. Biraz əhvalım pozuldu. Niyə bilmirəm. Amma əhvalım indi yerinə gəldi. Çünki çox qəşəng bir şey yeyəcəm. Bir dənə yeməyimin möhtəşəmliyinə bir göz atın. Bir dəqiqə düzəməlli göstərim bunu. Mən çox sevirəm kartof və KFC toyuğu və bunu evdə bişməsə mən yemirəm də. Yəni mütləq gərək evdə bişən olsun. Çünki KFC-də falan bişirdiklərinin yağını dəyişmirlər. Eyni yağda 50 dənə şey bişirirlər deyə çox dadsız olur. Mən sevmirəm də elə şeyləri. Evdə bişəni həm salfetin üstünə qoyub yağını çəkmək olur, həm də bilirsən ki, təmiz yağdır da, yəni evdə bişib. Bilirsən ki, mamam bunun içinə nə vurub. Bunun içinə toyuq filesi, un və yumurta, lazım olanda da suxarik vururlar və çox dadlı olur. Bir dadına baxım. Kartof da ki, yəni kartofu sevməyən yoxdur məncə. Bu arada artıq göyərtinin içinə nar şərab vuraraq yeyirəm. Bunu keçən dəfə mamam dedi. Hardansa eşidib, çox qəşəngdir. Yəni sanki bir salat kimi dad gəlir. Əzizlərim, dediyim kimi teatra gedirik. Avtobus çox gec gəldi və artıq çox az qalıb və mən gecikirəm. Şey deyəcəm, mən saçma sapan yerlərə gəldim, tanımıram, orada olduğumu. 20 ildir Bakıda yaşayıram. Har olduğu yazma düşmür buranın. Çox qəribə bir yerə girmişəm. Cəmaət orada teatrdadır, mən elə burada. Estağfurullah. Gəlib çatdım itmədən, nəhayət. Bilmirəm, video çəkməyə qoyurlar yoxsa yox, çox qəşəng bir yerə gəldik. Göstərəcəm sizə də. Təbii ki, saat 7 deyiblərsə 8-dən tez başlayan deyirlər. Çünki həmişə elə olur, konsert də elə olur. Həmişə 1 saat insanları gözlədirlər. Mən ən son teatra uşaqkən gəlmişdim, dostumun ailəsi məni aparmışdı. O qədər gülmüşdüm ki, yerimizi falan dəyişdilər, bizi az qala teatrdan atırdılar. Amma bu gülməli bir şey deyil, tragediyadır, faciədir, ədəbiyyatdan keçirsiniz də. Çünki imtihana düşmüşdü də iblis. Yadımdadır, bilmirəm mənə düşmüşdü yoxsa yox, amma imtihana düşən bir əsərdir. Bildiyim bir şeydir deyə biraz sevinirəm ki, yəni ən azından boş-boş sıxılmağa gəlməmişəm də. Prosta ki, indi yarım saat, 1 saat gözləmək üzümə durur. Bir də su almadım, suyu unuttum, susuzluqdan ölürəm.
teatrdan çıxdıq, donuram soyuqdan, çox soyuqdur, inanılmaz soyuqdur. Abartma Zəhra. İndi təzədən xəritədən baxmalıyam, çünki yol yadımda deyil. Arxamda, nəysə. Hansı yeraltı keçiddən gəldiyimi də xatırlamadığım üçün elə xəritədən biraz ağladım. Hər halda oxumusunuz da, Arif Xavəri öldürür. Prosta ki, qızı sürütlədi də, yəni astagfirullah. Çox pis oldum. Biraz qoymuşam onsuz da siz də izləyin deyə. Çox maraqlı. Düzü çəkilişə icazə vermirdilər. Çox az çəkmişəm ona görə, yəni gizlin. Bizim şəhər axşamları çox qəşəngdir. Çox sevirəm belə qaranlıqda, işıqlı küçələrdə gəzməyi. Bir şey deyim, mənim tünd qırmızı pomadam necə rozluya dönüşdü, o çox maraqlıdır. Bu arada çox qəşəng gəlinliklər var. Evlənəsim gəldi, onları görən zarafat edirəm təbii ki. Əzizlərim, evə gələn kimi təbii ki makyajımı çıxardıram, çünki artıq bir gündür üzümdə makyajla gəzirəm. Bu arada çox adam deyir ki, Garnier mənim üzümə düşmür. Nədənsə mənim üzüm həssas olsa belə buna qarşı heç tahriş falan olmur da. Həm də ki, mən o bitəndən sonra üzümü Dove sabunu ilə yuyuram ki, üzüm qurumasın. Həm nəmləndirici, həm də təmizləyici bir sabundur. Əgər sizin üzünüzə belə mineral sular, belə makyaj təmizləyiciləri düşmürsə, siz onda Dove-dan istifadə edə bilərsiniz. Mən məmnunam, çox da yaxşıdır. 3 manat deyəsən 27 qəpiyə almışdım. Təbii ki, sırğalarımı falan çıxardıram. Mən aksesuarla yatan insanları anlamıram. Yəni mənim yatmağıma imkan yoxdur da, qulağımda sırğa olsun, boğazımda sep olsun. Sanki seplə yatsam boğulacaqmış kimi hiss edirəm. Bilmirəm nə alıb verəmədiyim var mənim bu seplərlə, boyun bağlarla. Son olaraq əl kremimi də tətbiq eləyirəm və anamla çay içib piroq yeməyə yollanıram. Bu arada bu gülü mənə şagirdim alıb. Məncə çox qəşəngdir. Videomu izlədiyiniz üçün təşəkkür eləyirəm. Sizləri sevirəm. Görüşənə qədər əzizlərim, sağ olun.